Əgər insanlar yaxşını yaxşı, pisi pis görsəydilər, Kərbəla baş verməzdi. İmam Hüseyn şəhid olmazdı. Cəmaət ki, yaxşını yaxşı, pisi pis görmür, İmam Hüseyn deyir, diyanın onda mən göstərim sizə. Siz inanmırsınız bu pisdir, bunun çirkinliklərini görmürsünüz. Eyb yoxdur, mən meydana çıxım, canımı fəda eləyim. Bunlar bu cinayətləri eləsinlər, ta ki bunların çirkinliyini görəsiniz. Amma cəmiyyət bəsirətdə olsa necə? Ehtiyac yox idi İmam Hüseyn canını fəda eləsin. Bugün biz İbn Ziyadı, Yezidi, başqalarını pis görürük, İmam Hüseynin qanı bahasınadır. Baxışımızı düzəltmək üçün Kərbəlaya gedib təsəvvür edin, baxış nə qədər mühüm məsələdir. Baxışımızı düzəltmək üçün. Amma zirəng adam elə əvvəldən İbn Ziyadı pis görürdü. Vacib deyildi İbn Ziyad İmam Hüseynin başını kəssin, sonra deyək, bu nə qədər alçaq adamıymış. Yox, Allahın baxışa inayəti olsaydı, İbn Ziyad evində otursaydı, bu baxardı, bilərdi, bu rəzil insandır. Başa düşmədilər deyə, başa düşülməsi üçün Kərbəla baş verdi. Hər əsrdə bir dənə Hüseyn qurban getməlidir ki, biz pisin pis olduğunu başa düşək. Həmin pisdir, pisin mahiyyəti həmişə pisdir. Pis həmişə o cinayətlərə hazırdır. 6 aylıq uşağı öldürən mənfi, o vaxtda eyni idi, bu vaxtda Allah bunu bizə başa salır.